Yaxşı. Baxın, indiki davam etdiyi zaman present continuous. Ümumiyyətlə, indiki davam etdiyi zaman necə düzəlir? Am, is, are, üstəgəl ing feillə olur. Amma bir şey yadda saxlayın ki, biz hər feili davam etdiyi zamanda işlədə bilməliyik. Bax, davam etdiyi zaman nədir? Misal üçün, mən indi saat nə edirəm? Dərs edirəm, düzdür. Bu mən hansı hərəkətdir bu? İndiki davam etdiyi zaman. Və indiki davam etdiyi zaman müvəqqəti hərəkətləri bildirir. Nə demək müvəqqəti? Yəni, mən bu şeyi eləyirəm, haradasa 15-20 dəqiqədən sonra dayanacaq mənim izahım. Düzdür? Deməli, indiki davam, keçmiş davam etdiyi zaman deyilədir. Bax, keçmiş davam etdiyi zaman, misal üçün deyirəm ki, I was reading a book when my mother came in. Mənim anam içəri daxil olanda mən neyinirdim? Kitab oxuyordum. Baxın, mən kitab oxuyordum. Anam içəri daxil olanda artıq mən bu kitab oxumağım dayandı. Düzdür? Deyirəm ki, o içəri daxil olanda mən oxuyordum. Elə bir ki, ir və yaxud da ırdı kimi tərcümə olunur, keçmiş davam etsin, indiki davam etsin və bu hərəkətlər ümumiyyətlə müvəqqəti hərəkətləri bildirir. Başa düşün, burada uzun müddətli bir şey yoxdur, müvəqqəti. Və ona görə də bəzi feillər var ki, biz onu indiki davam etdiyi zamanda və yaxud da keçmiş davam etdiyi zamanda işlədə bilirik. Hansı feillərdən? Hiss qavrayış bildirən feillər. Bax, misal üçün, görmək nədir? See. Eşitmək nədir? Hear. Başa düşmək? Understand. Ehtiyacı olmaq? Need. Baxın, misal üçün, mən deyə bilmərəm ki, I am seeing. I am seeing nə deməkdir? Mən görürəm. Yəni, mən görürəm, da bundan sonra görməyəcəm. Mən onu davam etdiyi zamanda işlətsəm olur ki, bizə I am seeing desəm, yəni indi hal-hazırda görürəm, amma birazdan kör olacaq. O məndan gəlir. Və yaxud da deyirəm, I am hearing. I am hearing ifadəsi düz deyil. Niyə? Çünki mən həmişə eşidirəm də, düzdür. Yəni, müvəqqəti işlə bilmərəm, bax, sonradan dayansın. Və yaxud da understand, davam etdiyi zamanda işlənə bilməz. Niyə? Deyirəm ki, I am understanding desəm, deyirəm, I am understanding now. Mən indi başa düşürəm. Yəni, mən indi başa düşürəm, amma birazdan başa düşməyə dayanacaq. Yox. Yəni, elə hərəkətlər var ki, onlar dayanmırlar, həmişə bizi ilə gedirlər. Aydın bizə eşitməkdir, görməkdir, başa düşməkdir, bilməkdir. Bu hərəkətləri biz heç vaxt davam etdiyi zamanda vermirik. Yazıram, diqqətiniz burada olsun və yaxşı olar ki, dəftərinizə yazasınız. Çünki yazı-yazı öyrənəndə daha yaxşı öyrənərsiniz. Var əslində, hə. Misal, xoşlamaq. Əgər görsəz ki, siz testlərdə verir ki, she is liking, she is liking, səhvdir, is like, və ya da she was liking, səhvdir. Niyə? Çünki bu feillər davam etdiyi zamanda istifadə olunmaz. Yəni, to be-nin formaları üstəgəl bu feilə ing verirsə, birinci səhvdir. Başqa hansıdır? Love. Sonra hate, nifrət etmək. No, bilməm. Bunlar davam etdiyi zamanda istifadə olunmayan feillərdir. Çünki bunlar necə feillərdir? Müvəqqəti hal bildirən feillər deyil. Bu şeylər həmişə də olur bizdə. Ona görə biz bunları davam etdiyi zamanda vermirik. Və yaxud da prefer. Prefer nə deməkdir? Üstün tutmaq. Need, ehtiyacı olmaq. No, bilmək. Want, istəmək. Sonra nə idi? Understand, başa düşmək. Çox da əslində, amma sizə belə deyək də, lazım olanlaracaq deyəcəm. Sonra contain nə deməkdir? Contain. Nə deməkdir? Yəni, içərməkdir, içərisində olmaq. Və bunun sinonimi kimi həm də deyə bilərəm. Elə eyni mənaya gəlir bilmirlər ki, hərf. İndi həm izah verəcəm, onun başqa bir halı var ki, onu davam etdiyi zamanda işlədə bilərik. Look nə deməkdir? Look görünmək, görünmək mənasında. Və yaxud da əslində bu yazmayaq, look'u yazmayaq. Çünki o da əslində işlənmir, düzdür. Amma look'da, simvollarda istifadə olunmuş. Amma ən çox bunlardan düşür sizə testlərdə. Ona görə bunları birdən yadda saxlayın, hər bir birdən izah gətirəcəm. Misal üçün, sizə düşsə ki, bax, she is, baxın, she's having, nə deyək? Deyək ki, she's having, yox, demək, a meeting now. Düz götürərsiniz bu cümləni. She's having a meeting now. Düzdür bu? Baxın, now hansı zaman zərfidir? İlki davam etdiyi zaman. Amma bu cümlə səhv. Niyə görə səhvdir? Çünki hər malik olmaq mənasında davam etdiyi zamanda istifadə oluna bilməz. Deyəcəksiniz ki, she has a meeting. Onu indi iclasılaşır. Deməli, var mənasını verirsə və yaxud da deyirəm ki, mənim indi çoxlu dostlarım var. Hal-hazırda mənim çox dostlarım var. Mən deyə bilərəm ki, I am having a lot of friends. Deyə bilərəm, qətiyyən deyə bilmərəm. Niyə? Çünki var mənasını verir. Has, var malik olmaq mənasını verirsə, onu davam etdiyi zamanda işlətmirsiniz.
Bəs nə vaxt onu davam edici zamanda istifadə edə bilərik? Misal üçün, birləşmələr var. Have a good time. Nə deməkdir have a good time? Nə deməkdir? Yaxşı vaxt keçirmək. Burada özü have heç malik olmaq mənasını demirəm. Ya da have breakfast nə deməkdir? Have breakfast. Səhər yeməyi. Mən deyirəm ki, I'm having breakfast now. Mən indi səhər yeməyi yiyirəm. Bax, burada bu düzdür. Niyə? Çünki orada malik olmaq mənasında deyil. Deməli, have has birləşmək kimi istifadə olunursa, məsələn, have a shower. Nə deməkdir have a shower? Duş qəbul edir. Görürsünüz, burada heç malik olmaq mənasını vermir. Deməli, have ancaq var, malik olmaq. Məsələn, I have a car deyirəmsə, burada nədir? Malik olur. Deyirəm ki, maşınım var. Düzdür. I'm having a car now deyə bilərsiniz. Xeyr. Niyə? Çünki burada var mənasını verir. Ancaq birləşmələrdə istifadə etsəz, onda davam edici zamanda verə bilərik. Misal üçün, deyirəm ki, she's deyək ki, she's having deyək dinner now. Bu düzdürmü? Bu cümlə düzdür. Hə? Bəli. Niyə görə düzdür? Çünki have burada yemək mənasını verir. İndi o nahar edir. Nahar edin. Yəni onun indi naharı var deyə demirik ki, burada have etmək, nahar etmək mənası verdiyinə görə biz onu davam edici zamanda işlədə bilərik. Aydındır? Yox, biz axı demişdik, dinner, breakfast, lunch, bunlar ancaq qabağında sifət gələrsə artikeldan istifadə olunur. Amma belə də heç vaxt artikeldan işlənə bilməzlər. Demək nə dedik? Dedik, bu feillər necə feillərdir? Davam edici zamanda istifadə olunmayan feillərdir. Əgər sənə düşsə ki, they are loving each other now. Düz götürərsiniz, they are loving. Yox, heç dilərlə yatmış. Bunların qabağında to be'nin forması, sonunda aynı cümlə işlənə bilməz. Aydındır? Bu belə. İndi gəldik present continuous. İkinci davam edici zaman. Dedik, necə düzəlir iki davam edici zaman? Necə düzəlir? Am, is, are, üstə gəlinə, verb, ing. Və sual inkarı necə düzəlir? Sual inkarı necə düzəlir? Ən izah keçir cümlənin əvvəli. Misal üçün deyirəm ki, she's playing. Deyək ki, she's playing. Düzəldim onun sualına. Necə deyəcək? Is she playing? Bəs inkarında deyəndə necə deyir? She isn't playing. Bəli, qısa inkar forması necə olur? Qısa inkar forması isn't bu şəkildə olur. Bu rahatdır. Bilirəm ki, anladım haqqında məlumatı var. İnkarda, sualda necə olacaq? Is she playing deyəcək. Yəni, baxın, düzəlməsi bu qaydada. Yəni, çox rahat. Am, is, are, üstəgəl, ing feil olur. Amma hansı feillər bu formada istifadə oluna bilməz? Like-dır, love-dır, hate-dir, see-dir, hear-dir. Bunlar qətiyyən davam edici zamanda istifadə olunmaz. Yəni, bu formada deyə bilməliyik. Məsələn, she's seeing ya da she's hearing deyə bilməlik. Bəs yaxşı, indi biz bilirik ki, ümumiyyətlə, zamanları tapanda bir testdə yaxşı işləmək üçün bir onun zaman zərfini bilməlisiniz. Bir tərcümə. Bəzən o ki, heç tərcümə olunmuyor, amma zaman zərfində olunmuyor. İndi gəlin görə indiki davam edici zamanın zaman zərfləri hansılardır? Hansılar deyim ki, davam edici zaman? Bəli, now nə deməkdir? Orada yazanda pis yazır. Hə. Deməli, now indi, bəli. Sonra, hal-hazırda deyəndə at the moment, sonra. Bəli, at present, sonra. At present, bir de still var. Still bir siz nədir? Nowadays də deyə bilərik, bəli. Still hələ də deməkdir. Bax, stillin neçə mənası olur? Stillin. Bir sakit mənası var, düzdür. Bir də ki, hələ də mənası var. Aydındır? Stillin iki mənası. Hansıdır? Sakit, həm də hələ də. Bu, o cümlənin ortasında gəlir. Yəni, to be'nin forması ilə ing feilin arasında gəlir. Deyirəm ki, mən hələ də dərs izah edirəm. Necə deyirəm bu cümləni? I am still explaining the lesson. Bax, hələ də. Və o da deyirəm ki, o hələ də neyinir? Oyun oynayır. Necə deyirəm? Hə. He's still playing. Kimə aiddir bax? He's still playing. Yığışdır. Deməli, bunlar nədir? İndiki davam edici zamanın zaman zərfləridir. Bir də. Hə, today də var, bəli. Today də əlavə. Today düzü present simvoldan istifadə olunmur, amma present continuous'da istifadə oluna bilər. Bax, misal üçün deyirəm ki, today it is raining. Bugün yağış yağır, yəni indi də davam edir. Today həm present perfectlə istifadə oluna bilər. Bitmişlər keçəndə deyəcəm. Həm də present continuous'dan istifadə oluna bilər. Hə? Nowadays deyə bilərik, bəli, bu günlərdə. Ya o da ya present simvoldan olur, ya da present continuous'dan olur. Bir də hansı halda istifadə olunur? Baxın, əgər sizə əmr cümləsi verilərsə, əmr cümləsi nədir? Nədir əmr cümləsi? F ilə başlayır. İnkarı necə düzəlir əmr cümləsinin? Don't-la. Deyirəm ki, don't speak, don't play, don't write, don't read.
inkar bu belə olur. Təsdiqi də deyirəm ki, read this book və yaxud da ki, write this test. Elə bir ki, əmr cümləsi feillə başlayan cümləyə deyirlər. Gördünüz ki, əgər sizə əmr cümləsi düşübsə, baxın, əmr cümləsi verilmiş cümlədən əvvəldə gələ bilər, sonra da gələ bilər. Misal üçün deyirəm ki, be quiet. Nə demək ki, be quiet? Sakit ol. Deməli, növbəti cümləyə nə deyəcəm? İndiki davamlısı deyirəm ki, the child, nə? Is sleeping deyəcəm. Niyə görə? Çünki əvvəldə deyirəm, baxın, be quiet, sakit ol. Və ya da deyirəm, look, bax deyirəmsə, artıq mən nəyə işarə edirəm? Nəysə, davam edib, onu göstərim sənə. Deyirəm, bax, nə deyək? Deyək ki, the children, baxın, the children, are playing football. Uşaqlar futbol oynayırlar. Deməli, əgər cümlə, əmr cümləsidirsə, əmr cümləsi verilmiş cümlədən əvvəldə gələ bilər, verilmiş cümlədən sonra da gələ bilər. Deməli, biz o cümləni hansı zamanda yazacağıq? İndiki davam edici zamanda. Aydındır? Gələcək davam edicini keçəcəyiz. O çox qısa deyil, rahatdır. Bunu bildiniz. Sualınız var mı burada? Yoxdur. Yaxşı. Keçdik keçmiş davam edici zamanı. Keçmiş davam edici zaman necə düzəlir? Was və yaxud da ki, verb üstə gələn verb ayıncı. Sualın inkarı da özü ilə düzəldir. Was təklərlə olur, verb cəllərlə. Misal üçün, bir dənə nümunə deyək. Deyək ki, they were, nə deyək? They were going, deyək ki, nə? To the park tutalım. İndi bunun sualının üzərində də yeni were keçirdik. Bəli, were gəlir cümlənin əvvəlinə. Were they, nə deyəcəyik? Going to, cavab verəndə necə deyəcəksiniz? Cavab verəndə, bəli, və yaxud da xeyli deyəcəksiniz. Yes, they were və yaxud da ki, no, they weren't deyəcəyik, bəli. Sual, inkarda da necə deyəcəyik? They weren't going deyəcəyik. Yəni, sual inkarı rahatdır. Bu zaten biz sual cümlələrində bir dəfə də üstündən keçəcəyik. Keçmiş davam edici zaman ümumiyyətlə və hansı hallarda istifadə olunur? Bir, zaman zərfudur ki, yesterday və lastın qarşısında, ya ət üstəgəl zaman bildirən söz gələrsə və yaxud da ki, misal üçün, the whole day desək, the whole day nədir? Bütün günü. All day long desək, bu nə deməkdir? O da bütün günü, gün boyu. Gördünüz ki, yesterday və lastın qabağında. Bax, deyirəm ki, at this time. Nə deyək? Yesterday. Sən bu ifadəni gördünsə, tutalım ki, variantlarda verir ki, play'dir, bir də verir playing, daha doğrusu was playing. Sən orada played götürərsən, yoxsa was playing götürərsən? Təbii ki, was playing. Təkcə yesterday olsa, onda keçmiş saatə zaman işlədirsən. Yox, əgər gördün ki, yesterday'nin qabağında bu kimi ifadələr, ət üstəgəl zaman bildirən sözlər və yaxud da ki, nə dedik, the whole day və yaxud da ki, nə bilim, all day long, bunlar gəlirsə, bilin ki, siz orada zamanı keçmiş davam edici zamandan verəcəksiniz. Misal üçün, yazdım sizə ki, nə deyir orada? Deyir ki, all day long, deyək ki, last week, keçən həftə bütün günü deyirəmsə, keçən həftə bütün günü. Zaman hansı zamanda verəcəm? Mən belə deyəcəm, I cleaned, bayram ki, bu zaman verilir. Danışam ki, bilmirəm, I cleaned yazsın, yoxsa I was cleaning yazsın. Hansını deyərəm mən? Bəli, I was cleaning. Niyə görə? Çünki deyirəm ki, keçən həftə bütün günü mən təmizlik edirdim. Əgər təkcə lastdırsa, əgər təkcə yesterday'dirsə, onda past simple yazacaqsınız. Yox, əgər gördünüz ki, lastdır, yesterday'dir, qabağında ət üstəgəl zaman bildirən sözlər. Və yaxud da ki, all day long, və yaxud da the whole, baxın, bu ifadədə ola bilər. The whole, deyək ki, day, yesterday, misal üçün, dünən bütün günü. Bu ifadələri gördünüzsə, birinci keçmiş davam edici zaman yazacaqsınız. Aydındır, bir də hansı hallarda istifadə olunur keçmiş davam edici? Və ilə olan bağlar, cümlələr var. Misal üçün, deyirəm ki, when, nə deyək? Deyək ki, when I called, yaxud da when deyək ki, when my friend deyək ki, nə deyək ki, mənə zəng eləyəndə, when my friend called me, nə inirdim mən, deyəcəm ki, I was sleeping, mən yatırdım, o mənə zəng elədi, mən yatırdım. Baxın, gördünüz ki, əgər when'dən sonra, düzü bu həmişə olmur, amma əksər hallarda,
When-dən sonra əgər keçmiş sadə zaman verilirsə, digər tərəfdə keçmiş davam edici zaman ola bilər. Və ya da deyirəm ki, when my father came in, atam içəri daxil olanda, nə edirdim mən? I was, deyək ki, playing game on computer. Mən kompüterdə oyun oynayırdım. Və yaxud da ki, when-i əvəz edən başqa bir bağlayıcımız da var, while. While-in mənası nədir? While-in mənası nədir? Erkən deməkdir. While olan cümlədə belə bir şey var ki, hər iki tərəfdə davam edici zaman ola bilər. Misal üçün, mən deyirəm ki, mən indi dərs izah edirkən şagirdlər mənə qulaq asır. Necə deyərəm o cümləni? Deyin görün. İndi baş verirsə, mən indiki davam edici zamanda deyirəm. Deyirəm ki, while I am explaining, explaining deyək ki, a new topic, yeni mövzunu izah edərkən, nə deyəcəm? The students və ya da the children, nə olacaq burada? Bəli, are listening to me, to me deyəcəm. İndiki davam edici zaman. İndi əslində while həm indiki davam edici zamanda işlənir, həm də keçmiş davam edici zamanda. Amma belə bir şeyə diqqət yetirək. Əgər mən burada was desəydim, baxın, orada da mən are deyə bilərdimmi? Deyə bilərəm are. Çünki o was student sahib deyil. Yox, was keçmişdə are indiki zamandır. Deyə bilərəm orada keçmişdə. Qətiyyən deyə bilmərəm. Niyə görə? Çünki zaman uzlaşması deyilən bir şey var. Sən buradakı bağlayıcın tabiri mürəkkəb cümlə bir-birinə bağlı və tabiri mürəkkəb cümlədə zamanlar bir-birindən uzlaşmalıdır. Burada was deyirsənsə, burada da word deməlisən. Bildiniz, ikisi də eyni zamanda olmalıdır, keçmiş zamanda olmalıdır. Aydındır? Yaxşı, indi o testlərini elətdirəcəm. Bir də bir şey deyim sizə. Gələcək davam edici zaman düzdür, elə çox düşmür, amma yenə də deyirəm. Gələcək davam edici zaman necə düzəlir? Will be üstəgəl, verb ing ilə olur. Bir dənə zaman zərfi var, nədir? Tomorrow və next-in qarşısında ət üstəgəl zaman bilən söz gələrsə. Misal üçün, sizə düşür ki, deyirəm ki, sabah saat 2-yə kimi, mən bu layihənin üzərində işləyəcəm. Necə deyirəm o cümləyi? Until də deyə bilərəm, amma sabah saat 2-yə kimi deyirəm. Deyirəm ki, I will be working. Baxın, working, nə deyəcəm? On this project. Nə deyəcəm zamanı? Nə deyəcəm? At 2 o'clock, tomorrow deyəcəm. Baxın, gördünüz ki, tomorrow və next-in qarşısında yenə də at üstəgəl zaman bilir. Necə deyək, yesterday'nin qabağında the whole day və ya da all day long gələndə keçmiş davam edici zaman yazırdı. Burada da əksinə, tomorrow və next-in qabağında gördünüz ki, at üstəgəl zaman bildirən söz və yaxud da ki, the whole day, all day long gəlirsə, o zaman nə verəcəyik? Gələcək davam edici zaman verəcəyik. Nuray, dərsə diqqət edir. Yaxşı, gəlin bir iki dənə nümunə testlərə baxaq, ondan sonra keçək dərsimizin qalan hissəsinə. Yaxşı, deyin görün burada, gəlin də bura baxın, 3-ə baxın. Nə var burada? Nihat? Yığışdır telefonu, de. Nə olacaq orada? Bax, burada nə var? While var, düzdür? While varsa, biz, əslində burada da yeni uzlaşmadır. Deməli, found nədir? Bax, bu feil nədir? Tapmaq. Find feilinin keçmiş zamanıdır, düzdür? Was walking hansı zamandadır? Keçmiş davam edici zaman. Bəs found hansı zamandadır? Keçmiş zaman. Uzlaşma var mı? Var. Götürə bilərik. Niyə beyni götürürük? Beyni səbi nədir? Is walking indiki davam edici zamandır. Found isə keçmiş zaman. Uzlaşma yoxdur. Bəs şeydə? Keçmiş indiki olan. Bitmiş zaman, dedik ki, bitmiş zaman. Nə də while olan cümlədə bitmiş zaman necə olsun ki? Düzdürmü? While ilə bir şey, deyirəm ki, arkan hərəkət, mən bir şey edərkən, burada bitmiş hərəkət yoxdur, burada davam edən hərəkət var. Və yaxud da belə deyirik ki, bağlayıcı olan tərəfdə bitmiş zaman olmur, bu da getdi. D variantı da uzlaşma yoxdur, bəli, bu indiki zamandadır, tam keçmiş zamandadır. Burada da yenə indiki ilə keçmiş zaman olmaz, özə while olanda yadınızda qalsın. Fikir veririk ki, biz orada demək olar ki, əgər feilimiz davam edici zamanda işlənə bilən feildirsə, biz onu necə yazacaq? Davam edici zamanda yazacaq. Bir dənə bura baxın 8-dən. Look deyirsə davam edir. Görürsünüz burada rəngdir. Look at that bird. O quşa bax. Yəni davam. Burada nə var? Əmr cümləsi var. Əmr cümləsi varsa nə olacaq burada? İkinci tərəfdə. İndiki davam edici zaman. Present continuous nədir? It is flying high in the sky deyəcəyik. Niyə görə davam edici zaman dedik? Çünki bizim burada göstəricimiz var.
Göstəricimiz hansıdır? Əmr cümləsidir. Sonra bir dənə də, bax burada da, məsələn, hurry up deyirsə nə olacaq burada? 17-yə baxın, hurry up, tələs. Görürsünüz, əmr cümləsi. Nə deyir burada? I am waiting for you. Bax, keçmiş davam edici zaman yox ha, indiki davam edici zaman istifadə olunmalıdır. Yaxşı, görüm hələ keçmiş davam edici zamana aid burada o dediyim ifadələr varmı? Hansı ki, o yesterday. Hə, bir də bura baxam, 20-yə baxam, 20-yə. 20-də yesterday var, düzdürmü? Yesterday var və qarşısında nə gəlib burada? The whole day gəlib. Mən nə olacaq burada? Were looking. Əgər bu olmasaydı, bu olmasaydı, təkcə yesterday olsaydı, onda biz keçmiş sadə zaman yazırdıq. Aydındır? Keçmiş sadə zamanında düzü yoxdur, amma sizin sınavlarda verəcəklər, ya da testlər. Misal üçün, qalmısan look yazın, yoxsa nə bilim, were looking yazın. Test baxırsan, görürsən ki, əgər sənin yesterday və last kimi zaman zərfinin qarşısında üstəgəl zaman bildirən söz və yaxud da the whole day və yaxud da all day long bu kimi ifadələr varsa, bil ki, keçmiş davam edici zaman yazacaqsan. Yadda qalar? Yaxşı. Demək olar ki, bu qədər. Bir dərində baxın görmələ mix formasından varmı o dediyim kimi davam edici zamanın istifadə olunması. Burada biz axtarsın ki, çox çəkəcək. Bir dənə 13-ə baxın, yaxşı, 13. 13'e baxaq. Hə. Nə var burada? Burada demək. While var, düzdür. While varsa neynəyəcək? Uzlaşmaya baxacaq, bəli. Deyir ki, o gülləri sulayarkən neynədir? Yağış yağmağa başladı. Belə. Bu qədər. Hə, söndür. Nə olar ki?